Salam dostlar, bu günləri biz Minecraft videosu, daha doğrusu Minecraft videosu deyil, sizə belə deyim də, sizə belə deyim, yanın gəlir. Baxın dostlar, nə edəcəyik? Bu günləri siz bilirsiniz ki, nədir bu? Görüm nədir dostlar? Batarya 80%. Siz buna baxmayın da, bildirim göndər bütün gün. Mən bu günlər sizə bir şey göstərəcəm. Mən Evolution videolarını necə eləyirəm və necə yayınlayıram. Məsəl üçün, sizə bir nümunə göstərə bilərəm. Buradan deməli girirsiniz Google Chrome'a. Burada məsəl üçün deyirəm mən 1900 yaza bilərəm ki, dostlar, 1918 map yazın. M-A-P. Baxın, burada milyon dənə şəkillər gələcək. Buradan birini seçin, amma sizə tövsiyəm buradakı şeydir, şəkillərə girin, biraz belə axtarın istəsən. Azərbaycanda şəkil var. Mən indi sizə məsəl üçün Azərbaycan şəklini göstərəcəm. Baxın, burada Azərbaycan respublikalarının bütün şəkilləri var. Məsəl üçün, mən bunu götürürəm. Bunu nə edəcəyik? Buradan gəlin. Görürsünüz, ekran şəkli. Ekran şəkli deyim. Sizdə indi fərqli olacaqdır. Buradan qaleriyaya girin. Buradan girdim. Elə. İndi nə axarıq buradan? Buradan giririk indi. Buradakı belə bir işarə, buna basın. Görürsünüz, indi də belə bir yer açılır. Burada istəsək qeydiyyatdan keçin yazılır. Siz buna baxmayın. Mən burada sistem havanı qoya bilərəm. Baxın, məsəl üçün 8848 Baku yazılır. Axı 8800 şeyinkidir dostlar. İndi siz burada istədiyinizi qoyarsınız artıq. Mən sizin işinizə qarışmıram. Buradan amma əsas şeyimiz kəsinə basın. Sizdə honordursa, əgər belədir. Baxın, buradan bir şəklimizi kəsirik. Buradan dostlar, şəklimizi kəsək. Saxla deyirik. Saxla deyirsiniz. Burada istədiyiniz kimi. Belə deyir ki, yeni kimi saxlanılsın, yoxsa orijinalı ilə əvəz eləsin. Buradan tövsiyəm yeni kimi saxlayındır. Amma əgər ki, bu şəkili şeydir, nədir? Bunun kopyası var idi, yeni kimi saxlayın. Bayaq çəkdiyimiz. Əgər o lazım deyilsə, orijinalı ilə əvəz edin düyməsinə basın. Biraz gözləyin, indi sizə Samsungdur mu, bilmirəm. Samsungda da belə şeylər var. Baxın, gördünüz, mən bayaq şəkil qoydum, indi burada şəklimiz gəldi. İndi ikinci addımımızı göstərdim. Nə edirik? Buradan giririk, yazın bura İBIS. Əgər İBIS Paint X-iniz yoxsa Play Store-a gelin buradan. Yazın buradan İBIS Paint X. Bu İBIS Paint-in özündə də işləyir. Amma sizə tövsiyəm İBIS Paint X-dən. İBIS Paint-də də işləyir eləcəsində. Amma o pulludur da. İBIS Paint X-i sizə tövsiyə edərəm. Buradan gelin İBIS Paint X-ə. Buradan My Gallery-dir. Görürsünüz, burada mən şəkillərim var. Sizə göstərmişdim. Baxın, buradakı Almanya şəkili mənim videomda var idi. Buradakı ikinci Almanyanın şəkili mənim videomda var idi. İndi buradan bu var. Bu işarəyə basın. Import Picture deyirsiniz. Burada şəkillərimiz var. Bura basın. İstədiyimiz bir şəkili. Burada nə edirik? Burada plus-dən, yəni add layer düyməsidir. Buna basın. Amma bunu siz nə edəcəyik? Buradan yəni normal deyəndə buradan mən sizə şeylədiyim multiply deyil, darkendir.
Yanım dostlar, burada bir dənə şey var idi ya. Blending color, darker, add lighter. Dostlar, topladım mı? Buradan deyəsən darken'e basmalıyız. Darken. Darken olmamalıydı axı bu. Bir dənə dostlar, qoy bunu tapım gəlin. Dostlar, tapdım nə edəcəyik. Biz buradakı düymə ilə aramız yoxdur. Burada nə edəcəyik sadəcə? Deyən ki, mən bunu da bağlayayım. Biz buradan bunu eləməliyik. Buradakı background şey var yazısı. Onun yanında bu cür işarələr var. Burada var, bu da var. Mən bunu tövsiyə edirəm. Çünki mən bir baxdım YouTube kanalı da var idi. Burada da belə eləyirdilər. Davam edirik. Bu nədir? Clear layer. Layer'ı təmizləmək düyməsidir. Bundan qarışma. İndi bunu bağlayın, amma bir dənə də pəncərə əlavə edin. Burada ayrı şeydir. Bu da ayrı şeydir. Amma bizim hələlik işimizi bu görəcək. Buradan şəkil şeyinə klikləmir. Çünki bu şəkili pozub silməkdən ötürüdür. Ona görə bu elədiyimiz layerə basırıq. Sonra buradan brushdan baxın, amma çox da qalın bir şey olmamalıdır da. Biraz incə bir şey olsun. Baxın, bax, bunun kimi belə bir şey. Sonra da buradan istədiyimiz hər hansı bir ölkənin şəklini belə çəkirik. Yəni dostlar, səhv oldu. Mən indi tez eləyirəm. Bir dənə də YouTube kanalı var. Tövsiyəm, siz də oradan baxa bilərsiniz. Mən indi sadəcə elə belə göstərirəm. Ay, amma mən neylədim? Deyirəm axı, mən nəsə bir yeri səhv elədim. Sən demə Araz çayını. Yox, Kür çayı. Görüm, yenə səhv elədim. Ümumiyyətlə bu yaşayır, gəl bitsin, qutarsın. Buranı. Ama internette səhvlik göstərir. Ona görə dostlar, buna fikir verməyin. Biraz səslər gələ bilər. Problem deyil amma orada. Baxın, buradan hərtəmizi çəkirik. Mən indi biraz pis çəkə bilərəm. Artıq siz özünüzə görə. ...1918-ci bura Göyçə gölüdür. Sevan da deyə bilərik bura. Sevan Göyçə gölü, fərqi yoxdur. Əsl adı deyəsə Sevan qolu, amma niyə bilmirəm. Dəqiq yanım dostum. Vəssalam. İndi buradan şey çəkirik, son addımları edirik, vəssalam. Şəklimizi çəkdik. İndi gördüyünüz kimi bu bura qayd olmuş halda gəlir. Azərbaycan Xalq Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Demokratik Respublikası Cümhuriyyəti. Fərqi yoxdur. Bunu çəkdik. İndi ayrı nə edirik? Buradan ikinci modulumuz var. Bura giririk. Yox, bunda açıq olmalıdır. Buradan, yenə həmin yerə. Buradan import picture belə fotoşəkil yeri var. Fotoşəkil. İndi dostlar, bir dəqiqə dayanın Azərbaycan ərazisində şeyini, Azərbaycan Respublikasının ya da xudda Azərbaycan Demokratik Cümhuriyyətinin şeyini gətirin. Nə idi ona? Bayrağını, atributlarını da. Atributdan bayrağı. Şöyle dostlar, bitti. İndi buradan import picture deyirik və Azərbaycan xalq bayrağımızı beləcə də yerləşdiririk. Bunu qoyuruq. Ayrı bir şey dəmsiz.
cancel deyirsiniz, bağlayırsınız. Yenə bu ekran gəlir də. Burada Magis Font düyməsi var. Buna basın, şeyi seçsin. Xəritəmizi seçsin bu. Mən bəziləri səhv eləməmişəm ki, yox. Bu belə oldu. Bu da bax görürsüz, mən buna basıram Invert Selection Area. Buna basın. Görürsüz belə bir daha da belə ağarmış yer əmələ gəlir. Bunu, yəni bu deməkdir ki, bu xəttlərin içində var, baxın bu boşluqlar. Bunun içinə o şəkli kopyalayacaq. Amma silməyəcəkdir. Görürsüz, bayrağı yerləşdirəndə içində o xətt gəlir. Yəni ki, bu bayrağı indi içinə eləyəcək, qoyacaqdır. Nə olsun, pozanla silsək içində qalacaqdır. O pozulmaz. Amma bunu Remove Selection Area yolunda silinəcək. Şimdi buradan Eraser'ı götürürük. Sonra buradan The current light is not visible. Yəni gərək biz buradan nədir, bayraq şeyini seçək və salam. Oy. Niyə olmadı? Dostlar, sizə problem oldu. Harada səhv oldu? Normalda bu işləməli idi. Bunu sildim, işləməli idi. Bəs belə, bunda başa layer yoxdur. Bu siləndə işləməli idi, dostlar. Xətanın şeyini tapıb düzəldib gəlir. Dostlar, nə qəribədirsə bu alınmadı. Deyəsən, mən bir yerdə xəta eləmişəm. Ona görə bu alınmır. İki də mikrofon qolunu danışım. Hadi mən bir yaxdan zəif olanla danışıram, dostlar. Bağışlayın. İndi nə eləməliyəm? Mən onu çatmadı başım. Bu bir də yanım dostlar. Background'a bunu qoysaq bəlkə düzələrmi? Bəlkə indi düzəldi. Yox dostlar, düzəlmədi. Bunun bir həlli yolu olmalıdır. Ona görə onu həll edək. Gəlin bir də dostlar başdan edək. Back to my gallery deyək də bu xarab oldu, getdi, çöp oldu. Neyək? Gəlin dostlar. Bir də import picture deyirəm. Buradan Azərbaycan xəritəsi chain deyirəm. Buradan brush deyilə. Mən artıq sürətli çəkirəm deyənə. Biraz pis olar, amma ona da çox fikir verməyin. Yəni baxın, burada çəkəndə xəta baş verə bilər. Gərək eyni nöqtədən çəkməlidir ki adam. Əgər o eyni yerdən çəkməsə, görürsünüz, nə pis şey olur. Həm səliqəsiz mən xətt buranı mütləq bağlamalıyıq. Yəni, mən niyə Araz çayına getdim? Yox, Kürd çayı. Araz İranla şeyin sərhəddindədir. Baxın, yenə səhv oldu. Mən qaldı. Buranı da birləşdirdik vəssalam. Ayda, dost. Yenə səhv elədik. Bu nədir? Səhvlər nə idi belə? Buradan xətt deyirik, layer. İndi vəbşə sürətli moda keçdim. Səliqəsiz ola bilər, artıq məcburam. Deyən. Niyə o olmur? Baxla.
bağlamasaq bütün şeyi seçir xəritəni. Bu 1.5 idi elə axı. 2 imiş. Nəsə səhvli oldu. Bu da deyil. Yəni deyəsən, bu niyə belə? Neysə səhvlik mi oldu? Nə oldu? Bu niyə belədir? Hə. Sərqəsiz olurmu? Nə olurdu? Mən yoruldum deyəm, buranı düz eləmədik. Ağzından bir yer düz olsun. Baxın, xəritəni çəkdik. Biraz pis oldu. İdarə edər. Bunu gəlik, arxa planını bu şəkildə qoyuruq. İstədiyimiz şeyi seçə bilirik. Bu mütləq olmalıdır. Arxa planın olmamağı üçün. Dost. İndi dediyim kimi yenə layer əlavə etdik, amma bunun şeyi ağ olmalıdır. Burada nədirsə nə? Şəkil əlavə et, Azərbaycan xəritəsi. Düzgün elə. Dostlar, bunu bağla, bunu bağla, bunu bağla. Bəqi şeyi seç bunu. Nəsə yenə götürdü amma. Invert selection area. Bu dəfə məncə olar. Mən səhv elədim. Eraser deyirik və dostlar oldu. Sadəcə olaraq buradan deyirik. Proof, yəni rəngi şey eləsin. Yəni da buket deyirsiniz. Outside of selection. Buradan bunu seçək. Bundan şeyi. Nə deyirik bu? Outside of selection. İşte bununla eləyərik. Problem deyil. Ha yox, bu şeydə qalır. Bura basıq. Buradan ay açdım. Buradan rəngi seçib donsuz da buket deyirik. Yəni buranı da dostlar. Oyda 18 dəqiqəlik video oldu bu. Buradan girərik. Yox, brush. Buradan bu şeyinkidir də bunun şu. Yox, buranı da belə ayırda bilirsiniz. Dostlar, bunu gəlsiniz. Save. Transparent. Save in shape picture. İndi gəlin burada CapCut tutdum. CapCut. 19 dəqiqəlik video oldu. Ay dədə. Hə, yox. Buradan giririk. New process deyirsiniz, new project. Buradan sadəcə Photos'dan götürürsünüz. Burada Copilot'dan. Copilot'dan da ya da şeydən də götürə bilərsiniz bu şəkli.
Bura istəsiz başlanğıc qoyun. Mən videomda qoymuram. Sonra buradan dostlar nə edirsiniz? Məsəl üçün bunun 5 saniyəsini buradan gətirib məsəl üçün bölürsünüz. Buradan girəndə buradan Black Fate var bu. Sizdə düzdür, başda olmaz, amma bu dəqiqə trend olubdur. Məsəl üçün deyirəm, mən bura burada overlay var. Add overlay. Görürsünüz, burada şəkil gəlir. Eləyirsiniz. Mən əvvəllər düzdür. Siz ayrı bir şey var idi. Rəngi seçici, onda da pis olurdu. Sonra gördüm ki, mən biraz səhv eləyirmişəm. İndi gördüyünüz kimi dostlar, heç bir yerdən kopyalıq eləmədən şəklimiz hazırdır. Görürsünüz belə, məndə niyə ayrı oldu dostlar? Heç yox belə. Görürsünüz belə. Yazın bura, bunu artırırıq. Sonra buradan dostlar yazırıq. Mən indi istifadə elədiyim font budur. Baxın nə edirəm. Yazıram bura, məsəl üçün 1918 1919. Yəni 19-a qədər belə. Buradan da şeyi seçdim. Baxın. Bu niyə belə qaldı? Buradan da Koresans deyirsiniz və salam 1918, amma bunun üstünə şey də əlavə eləyək də. Bunu deyən, bunu enterləməliyik. Bunun üstündə yer olmalıdır. Yazıram AXC. Azərbaycan Xalq Cümhuriyyəti. Yazara getdi. AXC. Səs bir yaxdan da mahnı oxuyurmuş ki, mən eşitmirdim. Ya dostlar onu. Neyse, deyəsən səs də gəlmir. Sonra dostlar, burada da flag yazırsınız. Baxın bu hissədə. Baxın bu hissə. Mənim planşetimdə unurum bir şey var. Bunun bir yerindənsə seçmək olur deyil. Yadımdan çıxır. Oldu da dostlar. Görürsünüz, bəzən olur. Bundan işləmi olur. Baxın dostlar, bax, bura flag yazırsınız. Burada bayrağı qoyursunuz. Və salam, bu qədər. Dostlar, sağ olun, bu özünə planlaşdı. Sağ olun.